Prezident Kitabxanasında Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanovun müəllifi olduğu Neft və Davamlı İnkişaf, Azərbaycanın Enerji Strategiyası adlı 3 cildlik kitabın təqdimatı keçirilib. Tədbirdə bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin strateji hədəfləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi, eləcə də əhalinin sosial rifahının yüksəldilməsidir. Bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi və qarşıya qoyulan strateji məqsədlərə nail olunduğu vurğulanıb. Çıxış edənlər kitabın neft sənayesinin tarixinin öyrənilməsi və Azərbaycanın enerji strategiyasının hər tərəfli tədqiqi baxımından mühüm töhfə olduğunu qeyd ediblər. Kitabda neftimizin ta qədimdən bugünə qədər olan bir dövrünü əhatə edir. Bu kitab hələ eyni zamanda Azərbaycanda o zaman mövcud olan tarixi vəziyyəti çatdırmağı hədəf qoymuşdu və buna nail olmuşuq. Bu gün Azərbaycan Respublikasının çatdığı hədəfləri, əldə etdiyi nailiyyətlərin arxasında nə qədər nəhəng gərgin işlərin dayandığının burada əyani şahid olur. Hesab edirəm bu baxımdan gənc nəslin, təhsil alanların, tələbələrin bu baxımdan Azərbaycanın keçmişi ilə bağlı, Azərbaycan tarixinin bir parçası, Azərbaycan iqtisadiyyatının əhəmiyyətli bir hissəsi hesab oluna biləcək bu kitab çox əlahiddə bir funksiya, əhəmiyyət daşıyacaq. Kitabın birinci cildi Azərbaycanın Sovetlərdən əvvəl neft sənayesinin inkişafına dair tarixi bir ekskursdur. İkinci cildi isə Azərbaycan Sovetlər dövründə neft sənayesinin inkişafı, İkinci Dünya müharibəsində Azərbaycan neftinin İkinci Dünya müharibəsinin Sovetlərin qalibiyyətində oynadığı rol və əlbəttə ki, müstəqilliyimizin bərpasından sonra neft strategiyasının Azərbaycanın bütün sahələrində inkişafına rəvac verməsi haqqındadır.